Salam hörmətli YouTube kanalımın izləyiciləri. Bugün sizə çox gözəl yerdə 3 sot torpağın içində paket qubçalı 5 otaqlı tam təmirli həyət evini təqdim edirəm. Videoya sona qədər baxın. Ünvanı, qiyməti videoda qeyd edəcəm. Ümumiyyətlə ev haqqında bütün məlumatları videoda qeyd edəcəm dostlar. Çalışın çevirə-çevirə baxmayın. Video biraz uzun çəkə bilər çünki evin danışılası çox şeyləri var. Deməli, bax gördüyünüz birinci mərtəbə beton monolitli istipoldur. 1 ilə 2-ci mərtəbənin arası beton monolit istipoldur. Pəncərələr görürsünüz panoramadır. Böyüdür, eni, uzunu, hər bir şey. Yəni qara pəncərələrdir. Hamısı kombi sistemidir. Kombi hal-hazırda işlək vəziyyətdədir evə. Yəni bu soyuqda giyir, ipisdir. Evin içi hamam. Evin arkasında da həyəti var, onu da göstərəcəm sizə. Evin arkasına keçmək üçün də evin sağ tərəfindən yer saxlanılıb. Bura evin söhbətgahıdır, yəni bisetka deyilən yeridir. Pultla açılıb bağlanan darvazasıdır. Həyətində belə görürsünüz, ağaclar əkilib, səliqəli, kulturlu. Həyətin tamet daşları gözəldir, Targovu tamet daşlar deyilir buna. Buranı yay-qış mətbəxi də eləyə bilərsiniz. Qazı da çəkilib, qazı da var, su yeri də var, manqalnisi də var. Əlavə olaraq pultla asıb bağlanan darvaza dedim. Qapısı hattini, kamera sistemləri, hər bir şey var, internet xətti, hər bir şey var. Bura əl damısıdır dostlar. Nəsə lazım oldu, yığırsınız bura. Bura ayaq yolsudur, həyətin ayaq yolsudur. Keçək yavaş-yavaş, buradan da dama çıxma olur, buranın təkcə hattini damına. Keçək yavaş-yavaş ev haqqında sizə məlumat verim, göstərə-göstərə. Deməli, yenə deyirəm dostlar, evin 1-ci mərtəbə və 2-ci mərtəbə arası beton monolitdir. 1-ci mərtəbəsi də beton monolitdir. 1-ci mərtəbədə istipoldur, 2-ci mərtəbədə istipoldur. Baxın dostlar, bura evin koridorudur. Geniş koridoru var. Görürsünüz, çox genişdir, çox superdir dostlar, əladır. Gəlirik bura. Bura evin mətbəxidir dostlar. Geniş bir mətbəxi var. Pəncərə, ona görə deyirəm ki, panorama olanda əsl panorama budur. Həm buradan, divardan divara pəncərədir. Çox gözəldir də, yəni. Çox qəşəngdir. Əsl panorama budur. Bax, bura oldu evin mətbəxi. Böyük bir mətbəxi var. Bura pləkan alt hissəsidir. Gəlirik bura. Zalın 2 dənə qapısı var. Qəşəngdə elə bir şadlıq evinə girirsən. Baxın. Bura zalıdır. Zalından evin arxa həyətinə keçmək olur. Zalını göstərim sizə buradan da. Baxın. Çox genişdir, çox böyük evdir dostlar. Həqiqətən də var. Buradan da evin arxa hissəsidir. Çıxırıq buradan evin arxasına. Bax, belə bir evdir. Keçək o birlərini sizə göstərim. Sudur, işıqdır, qazdır, daimidir, kəsilmək söhbəti yoxdur. Sənədi yenə deyirəm, kubçadır, xüsusi mülkiyyət, fərdi yaşayış. Evində kubçası var, torpağın da kubçası var. Baxın dostlar, burada da bir dənə belə yataq otağıdır. Koridoru buradan da göstərim sizə. Bura 1-ci mərtəbənin hamam tualetidir. Görürsünüz, hamam tualetidir. Keçək yavaş-yavaş evin 2-ci mərtəbəsinə. Pləkanlar da çox gözəl yığılıb, qəşəng yığılıb. Əladır hər şey. Çox səliqəli evdir dostlar. Səliqəli, qəşəng evdir. Gəlirik bura. 2-ci mərtəbə balkonuna. Baxın, buradan keçmək olur. Balkonu var. Evin ətrafı hamısı yaşayış yerləridir. Çox gözəl, çox qəşəng evdir. Gəlirik bura. Ay Allah, bu otaq çox superdir. Buna baxın. Təsəvvür səhər-səhəri gözünüzü burada açırsınız. Burada durursunuz, baxırsınız ətrafa. Baxın. Burada deməli nədir? Bu otağın içində qardirobu var. Qardirob yeridir. Kamera müvəqqəti olaraq oraya yerləşdiriblər, qoyublar. Burada otağın içində hamam tualetidir. Gəlirik bura. Bura 2-ci mərtəbənin hamam tualetidir. Göstərim sizə. Baxın. Burada da bir dənə yataq otağıdır. Yataq otaqları demək olar ki, genişdir. Burada da bir dənə yataq otağıdır. Görürsünüz dostlar.
Böyük. Otaqların hamısı demək olar ki, böyükdür. Baxın. Dostlar, ev haqqında sizə bir də məlumat verim. Ev yerləşir Zabrat Məhəmməd yolunda. 3 sot torpağın içində 2 mərtəbəli, 5 otaqlı, paket kupçalı evdir. Qiyməti 210 min manatdır. Nağd alacaq dostlar, qiymətdə endirim olunacaq. Kanalıma abunə olun dostlar, 400 nəfərdən sonra 100 min oluruq. 100 min olmağa mənə köməklik göstərin dostlar. Sağ olun, salamat qalın. 210 min manata Zabrat Məhəmmədi yolunda 5 otaqlı kupçalı həyət evidir.